Samiti keçirilib. Samitdə Avropa İttifaqı və Latin Amerikası Karib hövzəsi ölkələr arasında azad ticarət zonasının yaradılmasına dair razılıq əldə olunub. Sammitdə Avropa İttifaqı ilə Kosta Rika, Salvador, Gvatemala, Honduras, Nikaragua və Panama arasında azad ticarət zonasının yaradılmasına dair razılaşma əldə olunub. Mayın 19-da bu razılaşma rəsmi şəkildə açıqlanacaq. Belə bir ticarət zonasının Mercosur, Braziliya, Argentina, Uruguay və Paragvayın daxil olduğu ticarət ittifaqı ilə yaradılacağı da nəzərdə tutulur. Bu istiqamətdə danışıqlar 6 il əvvəl yaranan fikir ayrılığı səbəbindən təxirə salınmışdı. Avropa İttifaqına rəhbərlik edən və iqtisadi cəhətdən acınacaqlı vəziyyətdə olan İspaniya, Latin Amerikası ölkələri ilə ticarət əlaqələri qurmaqda maraqlıdır. Sammitdə həmçinin regional əməkdaşlıq və təhlükəsizlik məsələləri də müzakirə mövzusudur. Avropa İttifaqı diplomatları bu regionda investisiya imkanlarını artırmaq üçün Latin Amerikası ölkələrinə 225 milyon avro dəyərində sərmayə qoymaq fikrində olduqlarını diqqətə çatdırırlar.